Xalid Hüseyni Çərpələng uçuran, Türkcə adı ilə Uçurtma Avcısı kitabının qısa məzmunu. Kitab 2003-cü ildə çapdan çıxmışdır və Xalid Hüseyninin ilk romanıdır. 2007-ci ildə kitabın motivləri əsasında eyni adlı filmdə çəkilmişdir. Əsərdəki əsas hadisələr Əfqanistanın paytaxtı Kabil şəhərinin Vəzir Əkbərxan məhəlləsində cərəyan edir. Əsərin əsas qəhrəmanları Əmir və Həsən adlı iki balaca uşaqdır. Əmir varlı ailənin uşağıdır, atası zəngin və xeyirxah kişidir. Əmir dünyaya gələrkən anası dünyasını dəyişmişdir, ona görə də anasının ölümündə Əmir özünü müəyyən qədər günahkar hesab edir. Onların evinin, yəni villasının yanında da onların qulluqçularının evi var və orada qulluqçular yaşayır. Orada Əli adlı bir kişi var və onun oğlu var, Həsən adlı bir oğlan var. Əli Əmirin atası ilə həm dostluq eləyib, həm də uşaqlıqdan olan xidmətində olub. Həsən isə təqribən Əmir yaşlarında balaca bir uşaqdır və Əmirə xidmət edir, yəni onların qulluğunu tutur. Həsən dünyaya gələndən qısa bir müddət sonra onun anası, yəni Əlinin arvadı onları tərk edib çıxıb getmişdir. Həsən və Əli həmin bölgədə çox da sevilməyən, ayrı-seçkiliyə məruz qalan milli azlıqlardan biri olan Həzara millətinə, yəni Xəzər millətinə mənsubdur. Əmir və Həsən həmişə birgə oynayırlar, dəcəlliklər edirlər. Çox vaxt Əmirin dəcəlliklərini Həsən öz boynuna götürür, onu müdafiə edir. Əmir həmişə məktəbə gedir, ona görə də onun savadı, yəni oxuma, yazma qabiliyyəti olur, savadı biraz daha yüksək olur. Həsən isə məktəbə gedə bilmədiyi üçün, kasıb uşaq olduğu üçün yazıb oxumağı bilmir. Buna baxmayaraq onun çox iti zehni olur və müxtəlif əsərləri dinləməyi çox sevir. O, səhər çağı durur, Əmirin ayaqqabılarını təmizləyir, onun yerini yığışdırır və s. Əmir isə məktəbdən gələndən sonra adətən bir yerdə qaçıb oynayırlar, bəzən isə bir ağacın altında otururlar və Əmir kitab oxuyur, Həsən isə o kitabı dinləyir. Xüsusən də Firdovsinin Şahnamə əsərin və həmin əsərdəki Zöhrəb xarakterindən Həsənin çox xoşu gəlir və həmişə də həmin kitabı dinləməyi ondan xahiş edir, yəni oxumağını xahiş edir və onu dinləyir və müxtəlif əsərlərə qulaq asır. Əmir özü də balaca hekayələr, kiçik hekayələr yazır və Həsən bəzən baxmayaraq ki, təhsilsiz uşaqdır, yəni məktəbə getmir, o qədər iti zehinlidir ki, o hekayələrdə çatışmayan nöqtələri vurğulayır və bu cəhətdən Əmir ona qibtə eləyir, yəni Həsənə bir növ qısqanclıqla yanaşır. Və daim də Həsən Əmiri müdafiə edir. Misal üçün, məhəllədə Asef adlı özünü bəyənən irqçi bir uşaq olur. Həmişə də 2-3 uşaqla, yəni dəstə halında gəzirlər. Bir gün bu Həsən və Əmiri sıxışdırırlar. Həmin vaxtda da Əmirin Həsənə hədiyyə elədiyi bir sapan da olur, yəni daş atan aləti olur. O onunla təhdid edir ki, bizi rahat burax, yoxsa mən sənə daş atacağam. Ondan sonra da Aseflə bunların arasında düşmənçilik yaranır. Asef xüsusən də Həsənə deyir ki, sən Həzara millətinə mənsubsan, əslinə qalsa Əmirə də deyir ki, ondan uzaq ol, onlar bizdən aşağıdır və s. və deyir ki, sən əslində onunla dost deyilsən, sadəcə oynamağa başqa uşaq yoxdur, ona görə Həsənlə dostluq edirsən və s. Yəni bu kimi sözlərlə və onlar təhdid edir, əziyyət verir və incidir yəni onları. Bir gün Əmir evə gələrkən, deməli, atasının dostu var, Rəhim xan adlı bir dostu var. Atası ilə Rəhim xan arasında keçən bir diyaloqa şahid olur, gizlincə qulaq asır. Atası şikayətlənir, müəyyən qədər deyinir ki, mənim oğlum qəribə uşaqdır, özünü müdafiə edə bilmir, çox yumşaq xasiyyətlidir və s. Və Rəhim xan da onu sakitləşdirməyə çalışır. Deməli, bir gün də Rəhim xan otağa daxil olanda görür ki, Əmir nəsə kitab yazır, hekayə yazır. Deyir, nə yazırsan? Deyir, mən hekayə yazıram. Onun hekayəsini baxıb oxuyur və onu çox bəyənir. Ondan sonra Əmir hekayə yazmağa daha da çox marağı olur və o istəyir ki, gələcəkdə məşhur yazıcı olsun. Nəysə, Əmir atası ilə Rəhim xan arasında keçən diyaloqdan sonra özün atasına təsdiqlətmək istəyir. Yəni, onun gözündə ucalmaq istəyir. Hər ildə Əfqanistanda ənənəvi olaraq çərpələng yarışları keçirilir. Həmin yarışlardan birində də həmin il Əmir də iştirak eləmək istəyir. Atası çünki həmişə fəxrlə danışır ki, uşaq ikən çərpələng yarışında o qalib gəlib, 14 çərpələngin ipini qırıb və həmin il qalib gəlib. Ona görə də ondan fəxr eləyir. Əmir də düşünür ki, həminki il çərpələng yarışında qalib gəlsə, həm atasının gözündə ucalar, həm də ki, çox şad olar. Ona görə də Həsənlə birgə yarışa qatılırlar. Təbii ki, əsas Əmir idarə eləyir çərpələngi, Həsən də ona köməklik eləyir.
və həmin yarışda 100-dən çox çərpələngin ipin qırıb qalib gəlirlər. Birinci yerə çıxırlar. Həm atası çox sevinir, həm də özü çox sevinir. Çərpələng yarışının da qaydası budur ki, birinci yerə çıxan həmişə ikinci yerə çıxanı, yəni ən son qırılan belə deyə də çərpələngi sahibi olur. Yəni onu qənimət kimi götürə bilər. Ona görə də Həsən Əmirə deyir ki, o ən son qırılan çərpələngi sən üçün gətirimmi? Əmir də deyir ki, hə, gətir mən üçün və ondan sonra Həsəndə belə bir söz ifadə işlədir, sənin üçün minlərlə dəfə və qaçır gedir həmin o çərpələngi, yəni ikinci yerə çıxan çərpələngi, hansı ki artıq ipi qırılıb, uzaqlaşıb, onu tapıb gətirmək üçün yola çıxır və gecikir. Gecikməyindən narahat olan Əmir o da onun dalıcan gedir. Yolda görür bir meyvə satan görür, satıcı görür. Deyir ki, buradan keçən bir uşaq gördünüz? O da deyir ki, bəli gördüm. Arxasıcan 3 uşaq da gedirdi. Yəni onu qovurdular. Əmir narahat olur, yaxınlaşır, görür ki, məhəllənin küncündə Həsəni sıxışdırıblar bir küncə. Həsən də həmin çərpələngi, mavi rəngli çərpələngi götürüb, amma həmin o 3 uşaq imkan vermir oradan uzaqlaşsın. Uşaqların arasında Asef adlı həmin o bayaqki uşaq da var. Həsənə deyir ki, həmin çərpələngi ver mənə. Həsən də deyir ki, yox, bu çərpələngi sənə verməyəcəm, bu Əmir ağanın, yəni o Əmir onun ağası sayılır, yəni o onun qulluqçusu da deyir, bu Əmir ağanın haqqıdır, mən ona aparacam bu çərpələngi, sənə verməyəcəm. Çox mübarizə aparır, Asef görür ki, ondan əlindən ala bilmir və deyir, sənə elə bir hadisə yaşadacam ki, ömür boyu yadından çıxmayacaq. Asif və iki oğlan, hansı ki Əmir də kənardan durub gizlincə baxır bunlara, yəni amma irəli durmur, dostunu müdafiə eləmir, amma görür onları. Asiflə həmin o iki oğlan Həsəni tutub döyürlər, sonra isə Asifin dostları onun qolun, ayağını tuturlar və Asif həmin Həsənə təcavüz edir. Yəni çox ağır səhnədir o hissələri, təcavüz edir və ondan sonra isə Əmir bunları görə-görə müdaxilə eləmir, dostunu müdafiə eləmir. Baxmayaraq ki, Həsən onun çərpələngi üçün orada belə deyək də mübarizə aparır, onu satmır, ona xəyanət eləmir, amma Əmir qorxaqlıq nümayiş elətdirir, müdaxilə də eləmir və oradan kənarlaşır. Kənarlaşandan sonra artıq belə deyə də Həsən bir müddət sonra çərpələnglə birgə geri qayıdır, çox pis vəziyyətdə, amma heç nə demir. Əmir də özünü elə aparır ki, güya heç nədən xəbəri yoxdur. Çərpələngi alıb gəlirlər, amma bir müddət sonra artıq Əmirə bu hadisə çox pis təsir edir. Hər dəfə onu görəndə qorxaqlığı yadına düşür və Əmir çox utanc hissləri keçirir. Onu gördükcə utanc hissləri ona qalib gəlir və qərara gəlir ki, Həsəngil buradan uzaqlaşmalıdır. Ona görə atasına deyir ki, Həsənlə əlini qov, başqa qulluqçular gətir. Atası da, Əmirin atası da buna şiddətlə qarşı çıxır və xəbərdarlıq edir ki, bir daha belə bir şey deməsin. Sonradan Əmir qərara gəlir ki, böhtan açsın, hiylə qurur. Yəni onun ad günü vaxtı ona hədiyyə verilmiş bir saatı aparır, qoyur Həsənin əşyalarının arasına və deyir ki, mənim saatım itib. Ondan sonra axtarırlar və görürlər ki, Həsənin əşyaları arasındadır. Beləliklə Əmir hiylə qurur ki, o oğurluq böhtan açsın, onu uzaqlaşdırsın oradan. Əmirin atası Əli və Həsəni, oğlu Həsəni çağırır yanına və Əmir Həsəndən soruşur ki, sən Əmirin saatını oğurlayıbsan ya yox. Baxmayaraq ki, Həsən bu oğurluğu eləməyib, yəni bu hiylədir də. Amma baxır Əmirin üzünə, sonra öz boynuna götürür ki, bəli, mən oğurluq eləmişəm. Yəni eləmədiyi şeyi öz boynuna götürür. Baxmayaraq ki, Əmirin atası deyir ki, eyb yox, qalın burada. Amma Əli və Həsən deyir ki, artıq biz, Həsən deyəndə ki, yəni Həsənin atası Əli deyir ki, biz artıq burada qala bilmərik. Ona görə də çıxıb oradan tərkilib çıxıb gedirlər. Gedən zamanda arxasıca boylanır, Həsən baxır, amma Əmir elə bilir ki, o getsə utancından xilas olacaq, amma ondan sonra biraz da çox vicdan azabı çəkir. Nəysə, bir müddət sonra da, hansı ki artıq Həsən və Əli oradan kənarlaşıblar, bir müddət sonra da Ruslar Əfqanistanı işğal edir, Rus əsgərləri Əfqanistana daxil olur və müəyyən siyasi bir qarışıqlıq ortaya çıxır. Əmirin də atası həm yüksək vəzifəli şəxsdir, həm də ki, zəngin ailənin nümayəndəsidir. Düşünür ki, ona qarşı təqiblər olacaq və qərara gəlir ki, Əmiri də götürsün, Pakistana çıxıb getsin. Elə bilir ki, bu Rus əsgərləri bir müddət sonra
sonra oradan çıxacaq. Yəni bu proseslər qısa müddət çəkəcək. Ona görə dostu Rəhim xanı çağırır, deyir ki, bu ev sənə əmanətdir, evin açarlarını ona verir və gələnə qədər həmin evə göz qulaq olmasını tapşırır. Əmri də götürür, sonra belə deyək də insanları mühacirəti üçün kömək edən müəyyən adamlar var, hansı ki yük maşınlarında insanları daşıyırlar. Yük maşınlarından birinə minirlər Əmir və atası və Pakistana tərəf hərəkətə keçirlər. Yolda bir neçə dəfə onları yoxlayırlar. Bir dəfə də yenə Rus əsgərləri saxlayır həmin yük maşını. Yük maşının da içərisində çoxlu ailələr, insanlar var. Rus əsgəri yük maşını saxlayır, yoxlayır. Bu zaman Rus əsgəri rus dilində deyir ki, onu da tərcümə eləyir həmin yük maşının sürücüsü. Deyir ki, mən oradakı qadınla yarım saat vaxt keçirmək istəyirəm. Bunu tərcümə eləyəndə artıq içəridə qarşılıqlıq yaranır. Yəni həmin qadın başlayır ağlamağa, əri belə deyək də pis olur. Ondan sonra bu qarşılıq vaxtı da Əmirin atası da çox cəsur insan olur. Çıxır qarşıya, deyir ki, sən bunu eləyə bilməyəcəksən və buna etiraz eləyir. Baxmayaraq ki, rus əsgərinin əlində silahı var. Əmir də atasının əlindən dartır ki, onun əlində silah var, eləmə. Yəni qarşıya çıxma, səni öldürərlər. Beləliklə Əmir bir daha öz qorxaqlığını nümayiş etdirir, amma buna baxmayaraq Əmirin atası etiraz eləyir və öz sözünü deyir. Amma heç bir problem yaranmır, münaqişə yaranmır. Çünki kənardan komandiri gəlir, həmin rus əsgərlərinin komandiri gəlir və yük maşını buraxır, deyir çıxın gedin. Amma elə ola bilərdi ki, o həmin yerdə, çünki hamısının əlində əsgərlərin avtomat var, Əmirin atasını gülləliyə bilərdilər. Sonra yük maşını Əfqanistana tərəf hərəkət edir və Əfqanistanda bir müddət qalandan sonra da Əmir və atası Amerikaya mühacirət edir. Kaliforniyada yaşamağa başlayırlar. Təbii ki, əvvəlki zəngin həyatlarını yaşaya bilmirlər. Deməli, orada Əmirin atası bit bazarında işləməyə başlayır, köhnə əşyaları satır. Əmir də ona kömək eləyir. Həmin bit bazarında da general deyə müraciət olunan şəxs olur, hansı ki o keçmişdə Əfqanistanda general olur. Onun da bir qızı var, Sürəyya. Və Əmirin həmin qızdan xoşu gəlir. Yəni Sürəyyədən xoşu gəlir, onunla ailə qurmaq istəyir. Atasına deyir və atası da onun üçün elçilik eləyir. Sürəyya deyir ki, əvvəlcə mən Əmirlə danışmalıyam, ondan sonra Əmirlə danışan zaman deyir ki, mən gənc vaxtı, yəni 18 yaşımdaykən qaçmışdım və bir ay bir başqa bir oğlandan yaşamışam. Ondan sonra isə atam məni təzədən yenə evə qaytarıb. Sən bununla razılaşırsan? Əmir deyir ki, əslində mən pis oldum, amma yenə də ailə qurmaq fikrindəyəm. Yenə də ailə qurmaq istəyirəm səndən. Və ondan sonra onlar evlənirlər. Evlənəndən bir müddət sonra atasının xəstəliyi kəskinləşir və atası dünyasını dəyişir. Ondan sonra Əmir kitab yazarlığı ilə məşğul olur və yazdığı kitablardan birində Rəhim xana həsr edir. Çünki ilk dəfə onu dinləyən və onu həvəsləndirən Rəhim xan olmuşdur. Və bundan sonra hadisələrin məcrası yenidən Əfqanistana qayıdır. Belə ki, Rəhim xandan zəng gəlir, Pakistandan zəng gəlir və Rəhim xan deyir ki, Həsənin başı bəladadır, sən mütləq Pakistana gəlməlisən, sənə sözüm var. Əvvəlcə Əmir tərəddüd eləsə də vicdan əzabı onu rahat buraxmır, çünki keçmişdə olan hadisələrə görə özün günahkar hiss edir və Pakistana getməyə qərarı verir. Pakistana gedib Rəhim xanla görüşür, ona öz kitabını hədiyyə eləyir, hansı ki ona həsr elədiyi kitabı hədiyyə eləyir. Rəhim xan isə ona Həsənin məktubunu verir. Belə ki, Həsən bu müddət ərzində əslində Əmiri unutmayıb. Onun üçün belə deyək də yazıb oxumağı öyrənib, yazıb oxumağı mükəmməl öyrənənə qədər də gözləyib, mükəmməl öyrənəndən sonra da Həsən Əmirə bir məktub yazıb. Əmir həmin məktubu açır, oxuyur və çox kövrəlir. Həqiqətən də məktub çox belə deyək də kövrək məqamlarla doludur. O kitabın özünü oxuyanlar təfərrüatlı oradan oxuya bilərlər məktubu. Nəysə, Rəhim xan Həsənin yaşayışından bəhs edir, yəni o bütün bu müddət boyunca. Belə ki, Əli ilə Həsən hansı ki onlar oğurluq məsələsi üstündə kənarlaşandan sonra bir müddət sonra Əli dünyasını dəyişir. Sonra Həsən Fərzanə adlı bir qızla evlənir. Bir müddət sonra hətta Həsənin anası da tapılıb qayıdır, gəlir. Əvvəlcə münasibətləri olmur, ondan sonra kitabın özündə də təfərrüatlı verilib. Sonra münasibətlər yaranır. Yəni əslinə qalsa Həsən anasını belə desə müəyyən qədər bağışlayır, yəni ona yiyə durur. Və ondan sonra Fərzanə ilə Həsənin bir oğlu olur. Oğluna da Zöhrab adını verir.
və yəni Şahnamə əsərindəki hansı ki o əsərin qəhrəmanlarından biridir. Zöhrəb adlı oğlanları olur. Ondan sonra isə Rəhim xan hansı ki həmin o villa ki var idi, Əmirgilin atasının evi, onu Rəhim xana tapşırmışdı, özləri çıxıb getmişdi və bir daha geri qayıdanmadılar. Çünki işğal uzun müddət davam elədi. Siyasi təqiblərə görə geri qayıda bilmədilər. Uzun müddət Rəhim xan o evdə qaldı və ondan sonra xəstələnəndən sonra görüb ki, daha evə qulluq eləyə bilmir, həm də ki, müalicə ilə əlaqədar Pakistana getməlidir. Ondan sonra gedir Həsəni axtarır, tapır. Həsənə deyir ki, qayıt o evə, evdə həm işlər gör, oranın bitkilərin suvar, çiçəklərinə qulluq elə və s. həm də ki, evə bir nəzarət eləyən olsun. Əvvəl Həsən bunu qəbul eləməsə də, sonradan təkidlərdən, israrlardan sonra Rəhim xanın təklifi ilə razılaşır və çıxır gedirlər həmin o evə yerləşir. Rəhim xan da sonradan Pakistana gəlir. Pakistana gəlməyindən sui-istifadə edən hansı ki orada silahlılar olur, bir qrup silahlı şəxs olur. Silahlılar gəlib Həsənə deyir ki, təbii ki Həzara millətindən olduğu üçün həm də bundan sui-istifadə edirlər. Deyirlər ki, sən bu evi işğal edibsən, qəsb edibsən, sən oğrusan, sən bu evdən çıxmalısan və sabaha qədər vaxt verirlər. Həsən isə o evdən çıxmır, çünki o evi həm Əmirin, onun atasını, həm də Rəhim xanın əmanəti hesab edir. O evi qorumaq fikrindədir. Yəni o evi heç kimə, heç bir silahlıya təslim eləmək istəmir. Ona görə o silahlılar da Həsəni başından güllələyirlər, yəni avtomatlı insanlar da olar, güllələyib öldürürlər. Bu zaman Fərzanə də qaçır, müdaxilə eləmək istəyir. Fərzanəni də güllələyib öldürürlər və Zöhrab balaca yaşda, yəni kiçik yaşda artıq yetim qalır. Ondan sonra isə Zöhrab yetimxanaya düşür və çox çətin taleyi başlayır. Ona görə də Rəhim xan deyir ki, sən Zöhrabı qurtarmalısan. Ondan da əlavə Rəhim xan bir sirrin üstünü açır. Deyir ki, Əli əslində sonsuzdur. Yəni Həsənin atası sonsuzdur. Onun övladı ola bilməz. Sonra üstü örtülü şəkildə bildirir ki, yəni əslində Həsən Əmirin atasının oğludur. Yəni Əmirlə Həsən əslində qardaş imişlər. Belə ki, Həsənin anası ilə Əmirin atası arasında münasibət yaşanıb. Onun nəticəsində yəni Həsən dünyaya gəlib, amma əslində Əli sonsuzdur. Ondan sonra da Həsən, daha doğrusu Əmir etiraz edir, yəni belə şoka düşür, həm də ki, deyir ki, bu ola bilməz. Sonra da atasının bir sözünü xatırlayır. Atası da həmişə Əmirin atası ona deyir ki, oğurluq ən böyük cinayətdir. Yəni yalan da bir oğurluqdur, həqiqətin belə deyək də, həqiqəti bilmək belə haqqını oğurlayırsan insan və yaxud da ki, insanı öldürmək də oğurluqdur, onu yaşamaq haqqını oğurlayırsan və s. deyir, bəs bunu deyən şəxs necə həqiqəti bilmək haqqımızı bizdən oğurlaya bilər? Rəhim xan da başa salır ki, həmin o şəraitdə, həmin situasiyada onun atası bunu deyə bilməzdi. Çünki həm atası biabır olardı el içində, həm də ki, Əlinin qeyrətinə belə deyək də, ləkə atmış olardı deyə, Əli də belə deyək də, cəmaat arasında nüfuzdan düşərdi. Ona görə də bu sirri uzun müddət saxlayıb, bunu təkcə Rəhim xanı bildirib və indi uzun illər keçdiyi üçün artıq Əmirin də atası dünyasını dəyişib, Əli də dünyasını dəyişib və üstünə çox vaxt keçdiyi üçün bunu ona etiraf edir ki, əslində Əmirlə Həsən qardaşdılar. Əslində qalsa kitab boyunca belə deyək, Əmirin atasının Həsənə qarşı münasibətini, hansı ki, onun ad günlərində ona xüsusi qayğı göstərir, ona heç vaxt ayrı seçkilik eləmir. Bütün bunları nəzərə alıb Əmir müəyyən qədər qısqanırdı. Amma sən demə, həm də Həsən onun oğlu olduğuna görə Əmirin atası ona xüsusi qayğı ilə yanaşırmış. Nəysə, ondan sonra bir müddət fikirləşəndən sonra razı olur ki, Zöhrabı axtarıb tapsın, həm də ki, öz vicdan əzabının qarşısına durmaq üçün. Çünki Həsənə elədiklərinə qarşı, hansı ki, Həsənə kömək eləməmişdi, ona xəyanətlər eləmişdi, özünü Əmir vicdan əzabı çəkirdi, özünü günahkar hesab edirdi. Düşündü ki, Zöhrabı qurtarmaqla bu vicdan əzabının qarşısını ala bilər, ona Həsənə az da olsa kiçik bir yaxşılıq etmiş olar. Ona görə də qərara gəlir ki, Rəhim xanın xahişini yerinə yetirsin. Rəhim xan da Fərid adlı bir sürücü tutur və həmin Fəridlə, sürücü ilə bir yerdə Əmir Əfqanistana keçirlər. Əfqanistana keçərkən deməli görür ki, Əfqanistan əvvəlkindən də bərbad vəziyyətdədir, Kabil pis gündədir və ondan sonra gedib həmin yetimxananı tapırlar. Yetimxanada Zöhrabı soruşurlar. Yetimxanada olan bir şəxs olur, yəni ora nəzarət edən şəxs deyir ki, Zöhrab burada yoxdur.
Açıqlamasını belə deyir ki, hər ay bura gəlirlər, silahlı şəxslər gəlirlər, adətən qız uşaqların, bəzən də oğlan uşaqlarını götürüb aparırlar. Bunun da müqabilində az miqdarda pul verirlər. Mən də həmin o az miqdarda pulla bu uşaqları saxlayıram. Təbii ki, əmir əsəbləşir və başlayırlar həmin o nəzarətçiyə qışqırmağa ki, sən niyə belə eləyirsən? Axı sən bu yetimlərə qarşı, yəni məsuliyyət daşıyırsan. O da belə açıqlama verir ki, əgər mən bunu eləməsəm, həmin silahlılar məni də öldürərlər, bütün hamısını götürüb apararlar. Mən öz bütün mirasımı, var dövlətimi hamısını burada xərcləmişəm. Mən də Əfqanistandan qaça bilərdim, Pakistana, Amerikaya gedə bilərdim. Amma mən getməmişəmsə, deməli mən bu uşaqlar üçün getməmişəm və mən məcburam bunu eləməyə. Nəysə, Zöhrabın yerini deyir, onu götürüb aparan silahlının adını deyir, yerini göstərir və əmir gedir həmin o silahlını axtarır, görür ki, həmin o şəxs belə deyə də cəza kəsməklə məşğuldur. Bir qadını götürüblər, daşlayırlar, ortaya qoyublar, daş atırlar, belə deyə də pis vəziyyətə salıblar. Və ondan sonra yaxınlaşır həmin o kişiyə, deyir ki, Zöhrab adlı bir uşaq var, mən onu axtarışına gəlmişəm, mən onun əmisiyəm və s. Nəysə, ondan sonra həmin kişi də deyir, hə, Zöhrab məndədir, sonra Zöhrabı çağırır. Zöhrab mahnının müşayiəti ilə otağa daxil olur, rəqs eləyir, çox pis vəziyyətdə olur və əmir də bundan təbii ki, pis olur, pis vəziyyətə düşür və ondan sonra həmin o şəxs deyir ki, deməli otaqdakı bütün o silahlıları çölə çıxardır, deyir, mən demədikcə içəri girmir. Qapını bağlatdırır və qalır əmir, həmin o silahlı və bir də Zöhrab. Deyir ki, sən elə bilmə ki, mən səni tanımadım, səni ilk gördüyüm andan tanıdım, sən əmirsən. Əmir də bunu deyəndə o dəqiqə başa düşür ki, bu sən demə Asef imiş. Asef də həmin o Həsənə təcavüz eləyən oğlandır. İndi də Zöhrabı, yəni Həsənin oğlunu götürüb əsir kimi saxlayır və eyni hadisələri ona yaşadır. Yəni Zöhraba pis davranır, qul kimi davranır da belə deyək. Ondan sonra əmir onu tanıyır və Asef deyir ki, sən Zöhrabı istəyirsənsə, sən onda məndən savaşmalısan. Mən sənə Zöhrabı verməyəcəm. Ondan sonra başlayırlar bunlar savaşmağa. Təbii ki, Asif fiziki cəhətdən daha güclü olduğu üçün əmiri döyür və bu zaman Zöhrab Həsəndən qalan o sapandı, hansı ki, əmirin o verdiyi sapand var, hələ də qalıb. Sapandı çıxardır, daşı götürür və sapanddan daşı vurur, Asifin sol gözünə dəyir və ondan sonra Asif qışqırmağa başlayır. Ondan sonra dərhal Zöhrabla əmir qaçıb gedirlər oradan. Asif və silahlıları arxasıca düşsə də onlara çata bilmirlər və onlar Pakistana qaçmağı bacarırlar. Daha sonra uşağı götürüb Pakistanda bir müddət qalır, ondan sonra gedirlər Amerikaya və onsuz da əmirlə Sürayənin də övladları olmur. Ona görə onu övladlığa götürmək qərarına gəlirlər. Amma bu proses heç də asan başa gəlmir. Sənəd problemləri olur, hansı ki, orada sənədlərini düzəltmək üçün, yəni Amerika vətəndaşlığına keçmək üçün müəyyən çox çətin proseslərdən keçirlər. Bu müddət boyu da uşağın üzgünlüyün, kədərin görürlər. Uşaq özün əvvəl deyir ki, mən çirklənmişəm, yəni özü psixologiyası pozulmuş vəziyyətdə olur və bir müddət sonra artıq öyrəşir, artıq yavaş-yavaş belə deyə də öz mühitinə, yeni mühitə alışmağa başlayır. Ona bir otaq ayırırlar. Sonra isə kitabın sonuna doğru əmir götürür həmin Zöhrabı, həmin oğlanı götürür, aparır parka. Parkda da yenə uçurtmalar uçururlar. Sanki situasiya qayıdır əvvəlki vəziyyətə. Bu dəfə Zöhrabın, Həsənin yerində Zöhrab olmuş olur. Və əmir bir dənə uçurtma alır, gəlir. Zöhrabla bir yerdə həmin o uçurtmanı idarə edirlər. Bütün uçurtmaları qırdıqdan sonra qalib gəlirlər və yenə də həmin o proses sanki tarix təkrarlanır və ən son qırılan, yəni ikinci yerə çıxan uçurmanı deyir ki, əmir deyir ki, istəyirsən Zöhraba deyir, onu mən gətirim. Zöhrab da başını yelləyir ki, hə, gətir. O da deyir, sənin üçün minlərlə dəfə. Və qaçır həmin o uçurtmanın dalıcan onu götürüb gətirmək üçün. Kitab demək olar ki, burada artıq yekunlaşır. Kitabda ümumi bir fikir var. Deyir ki, Əfqanistanda uşaqlar var, uşaqlıq yoxdur. Bu kitabın qısa məzmunu idi. Kitab özü təqribən oxusaz bir 400 səhifə civarı kitabdır. 9-10 saata qədər maksimum oxuyub bitirərsiniz. Həm də çox maraqlıdır, tövsiyə edirəm. Filmi də çəkilib, 2 saatlıq təqribən filmdir. Filmi kitabın yanında biraz sönük qalır, amma o da çox maraqlıdır.
Məzmunundan sonra indi şərh eləmək istəyirəm. Yəni mənim bu kitaba qarşı münasibətim, yəni necə şərh eləyərdim, necə tənqid eləyərdim. Bir neçə fikirlərim var bu kitab haqqında. Əvvəla burada tam üzdə qabarıq olmasa da sosial bərabərsizlik məsələn irəli sürülüb. Hansı ki, Həsənin zəkası olsa da, zehni olsa da yazıb oxumaq problemi var. Çünki məktəbə gedə bilmir kasıb uşaq olduğuna görə. Bu müəyyən qədər insana pis dəyməyələ. Həsənin başına gələnlər çox pis təsir edir. Hətta bir neçə yerdə, yəni kitabın çox hissəsində insanı kövrəldir də. Ona görə də bu kitab göz yaşları içərisində oxunan kitabdır əksəriyyət tərəfindən. Elə məni də çox kövrəldən kitablardan biri olub. Sonra Əmirin qorxaqlığı, həm Asefin Həsənə təcavüz elədiyi vaxtda, həm də ki, rus əsgərlərinin hansı ki, yük maşınında belə deyək də, o qadınlardan birinə təcavüz eləmək istədiyi vaxtı Əmirin qorxaqlığı üzə çıxır. Bu cəhətinə görə əslinə qalsa Əmir baş qəhrəman kimi verilsə də, yəni kitab bütövlükdə Əmirin dilindən ifadə olunur. Yəni onun xatirəsi kimi yazılıb belə desək. Amma mən hesab edirəm ki, mənim şəxsi fikrimcə bu kitabın baş qəhrəmanı Həsəndir. Yəni bu cəhətdən Əmir bəlkə də orada sonda Zöhrabı qurtarmağı onun vicdanı sakitləşdirsə də, əslinə qalsa Zöhrabı qurtardı deyərkən Zöhrabın sapanda olması, daş atması ilə elə onu da qurtara bilməzdi. Bu cəhətdən mən Əmiri bu hadisələrdə, bu proseslərdə onun hərəkətlərini bəyənmədim. Daha sonra Həsənin fədakarlıqları isə əksinə daha çox ön plana çıxıb, onun dostuna qarşı sədaqəti, yəni həmişə, hətta ən sonda belə deyə də onun evin qorumasına qədər, hansı ki, onun ölümü də onun üstündə olub. Yəni evi qoruyub axıra qədər çıxmadığına görə onu silahlılar güllələyib öldürdülər. Əmrə məktub yazması, sonra uşaqlıqda halbuki oğurluq eləmədiyi halda öz üzərinə götürməsi, bunlar hamısı təsirli hallardır və Həsənin necə fədakar və dostluğa sadiq olduğunu göstərir. Daha sonra Həsənin anası və Əmirin atasının arasında olan münasibət. Əslində Əmirin atası da dostu Əliyə, yəni Həsənin atasına xəyanət eləmişdi bu cəhətdən və Həsənlə Əmirin qardaş olmaqları, əslində dostdan da yaxın olmaqlarını göstərir. Sonda isə bu kitabın ümumilikdə belə bir fikir çıxarda bilər ki, burada Əfqan uşaqların, yəni Kabilin xüsusən də Əfqanistanda yaşayan uşaqların pis vəziyyəti, onların əziyyət çəkməkləri, onların bərbad vəziyyətdə olmaqları barədə danışılır və bu cəhətdən də mühüm bir sosial problemi diqqətə çatdırır. Müəllifin həmçinin Min Möhtəşəm Günəş kitabı var. Onu da növbəti videolardan birində qısa məzmunu və şərhini verəcəm. Həm də həmin kitabı da oxumağınızı tövsiyə edirəm. Xüsusən də bu kitabı indi qısa məzmunu ilə yanaşı şiddətlə tövsiyə edirəm ki, kitabın özünü oxuyun. Filmin də vaxtınız varsa filmini izləyin. Həqiqətən də göz yaşları içində oxunan bir kitabdır. Çox təsirli kitabdır.